ilə müasir ifadə imkanları. Musiqi sevərləri daim bir-birindən maraqlı layihələrlə sevindirən Dövlət Akademik Filarmoniyasında bu dəfə Gennadi Rovner sədaları eşidildi. Əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə keçirilən Anabasis, Metamorfozlar adlı konsert proqramında pianoda xalq artisti Muradad Gözəlzadə, violində Respublika və beynəlxalq müsabiqələr laureatları Nəzrin Aslanlı və ifaçı Nigar Cəfərova çıxış etdilər. Gecədə Gennadi Rovnerin ölməz əsərləri yeni nəfəs qazandı. Gennadi Rovner yalnız musiqi ilə deyil, texniki sahə ilə də məşğul olub. Gəncliyində fortepiano üzrə musiqi təhsili alan bəstəkarın peşəkar musiqi fəaliyyəti nisbətən gec, 2010-cu illərdən başlayıb. O, 2011-ci ildə ilk böyük əsəri olan Tanaya simfoniyası ilə debüt edib. Sənətkarın əsərləri əsasən simfonik musiqi, piano və orkestr üçün konsertlər, caz və klassik üslubun sintezi kimi janrları əhatə edir. Gennadi Rovner klassik simfonik musiqini müasir və eksperimental elementlərlə birləşdirir və nəticədə axıcı və düşündürücü melodiyalar yaradır. Onun 9 hissədən ibarət olan Metamorfozlar əsərində hər bir hiss ayrı-ayrı xarakter daşısa da, ümumilikdə eyni mövzunu əhatə edir. Bəstəkarın digər məşhur əsəri olan Anabasis konserti də dünyanın mötəbər musiqi salonlarında təqdim olunur və 33 qlobal platformada lentə alınıb. Xanım Paşazadə, Röyal Əsədov, Seymur Novruzov, Rüstəm Məmmədov, Mədəniyyət xəbərləri.